Oğul, Əl-Bayramlıya getməliyəm, pulum da yoxdur. Sənə bir dənə sualım var. Əgər cavab versin, maşınıma minməyəcəm. Cavab verməsən, məni havaya aparacaqsın. Razısan? Dedi ki, yaxşı, ver sualı qoy. İndi hamı bu qoca kişinin sözlərinə qulaq asır ki, görün bu nə sual verəcək. Çünki hava istidir, maşında oturanlar da pəncərədən baxırlar. Cəmaatın yarısı da aşağıdadır, bizim ətrafımızda. Bu kişi dedi ki, sən mənə cavab ver görün, dünyada ən bədbəxt heyvan hansıdır, nəyə görə? Və ən xoşbəxt heyvan hansıdır, nəyə görə? Dedi, oturdu sürücünün yanında. İndi bunu eşidib cəmaatda hamı fikirləşir. Hamı da hərə bir dənə söz deyir. Biri deyir şirdir, biri deyir, nə bilim, ayıdır, biri deyir fildir. Bu da əyləşib başın salıb aşağı, başın bax belə buluyur. Vaxt tamam oldu, indi avtobus yola düşməlidir. Sürücü deyir ki, min avtobusa, sən pulsuz aparacam. Avtobusda deyərsən. Sürücü də əyləşdi, cəmaat da əyləşdi. Bu kişi də əyləşdi. İndi sürücü xoddadır maşını gedirik. Dedi, indi cavabı ver görün, bu həyatda bədbəxt heyvan hansıdır, nəyə görə, xoşbaxt heyvan hansıdır, nəyə görə? Qoca dedi ki, düzdür bu bir zarafatdır, amma məqsədim var bunu danışmaqda. Dedi, həyatda bədbəxt heyvan xotuqdur ki, üzr istəyirəm, böyüyür, eşşək olur. Xoşbəxt heyvan xoruzdur ki, 30-40 arvadı var, bir dənə qaynanası yoxdur. Bu bir zarafatdır. Amma əgər şəriəti götürəndə görürsən ki, insana bir tərbiyədir. İnsan xoruz xislətində olsa haramdır. Allah insanı heyvandan fərqləndirdi. Nəylə? Həlalla, həramla, kəbinlə, vacibətlə. İndi bax, Allah cinləri odun tüstüsüz hissəsindən yaratdı. Odun yanar gövhərindən yaratdı. İnsanı torpaqdan yaratdı. Elədir. Demək, cinlə insanın izdivacı haramdır, olmaz. Nəyə görə? Cins müxtəlifliyi olduğuna görə. Yəqin ki, mənim bu sözlərimi üləmalar, müştəhidlər də eşidərlər, nə vaxtsa bu barədə də bir fitva yazarlar. Çünki risalə hökmləri